Şəkildə tərəfi 1-ə bərabər olan kvadratlar verilmişdir. AB məsafəsini tapın. AB məsafəsini tapmamışdan ilk öncə burada təsəvvür edək ki, bu kvadratlar koordinat müstəvisində yerləşir. Yəni bunu y oxu olaraq götürsək, bu oxu isə x oxu olaraq götürsək, koordinat başlanğıcını O nöqtəsini 0, 0 götürsək, kvadratların tərəfi 1-ə bərabər olduğu üçün bu nöqtəmiz olacaqdır 0, 1. Bu nöqtə olacaqdır 0, 2. Koordinatları, B-nin koordinatları olacaqdır. Bura 1-dir deyə 1, 0 nöqtəsidir. Burada 2, 0 nöqtəsidir. Deməli, bu da olacaq 1, 1. Digər tərəfdən təpədəki nöqtəmiz də olacaqdır 1, 2 nöqtəsi. Digər tərəfdən buradakı bucağı alfa olaraq götürsək, bu bucaq betadır. Bu da alfadır, çünki kongruent kvadratları idi. Bu da beta olacaqdır. Və betadır, burada olur alfa. Alfa və betanın cəmi 90 dərəcəni əmələ gətirdiyi üçün bu düz xətlərimiz bir-birinə perpendikulyardır. Yəni, bucaqlardan baxdıq, bunlar bir-birinə perpendikulyardır. Perpendikulyar düz xətlərdən birinci düz xəttimizi y1, bunu isə y2 olaraq qeyd etsək, K1 vurulsun K2 bərabərdir -1-ə. Yəni, perpendikulyar düz xətlərin, bucaq əmsallarının hasili -1-ə bərabərdir. Birinci düz xəttimiz baxırıq, 2, 0 və 0, 1 nöqtəsindən keçir. Məsələn, y2-ni daha doğrusu K2-ni tapa bilərik. K2 bərabərdir. Ümumiyyətlə, K-nı tapmaq üçün y2 çıx y1 bölünsün x2 çıx x1 düsturundan istifadə edirik. Və burada 2, 0, yəni 0 çıxılsın. Digərinin 1 bölünsün, 2 çıxılsın 0. Bu da bizə -2-də 1 verir. Əgər K2 -2-də 1-dirsə, o zaman K1 də olacaqdır. Həm tərsi, həm də əksi, yəni müsbət 2. Düz xətlərin tənliklərini yazaq. Y1 bərabər olacaq bu zaman. 2. Burada koordinat başlanğıcına keçdiyi üçün sadəcə 2x yazırıq. Y2 isə bərabər olacaqdır. Deməli, -2-də 1 x üstə gəlinsin, bir də 1 nöqtəsindən keçir, üstə gəlinsin 1. A nöqtəsi bu iki düz xəttin kəsişmə nöqtəsidir. A-nın koordinatlarını tapaq, B-nin koordinatlarını bilirik. A-nın koordinatlarını tapmaq üçün bu iki düz xəttin kəsişməsinə baxırıq. Yəni, 2x bərabərdir -2-də 1 x üstə gəlinsin 1. 2-də 1-i sol tərəfə keçirsək, olacaq müsbət 2-də 1 2x üstə gəlinsin 2-də 1 x bərabərdir 1. 2-də 5 x bərabərdir 1. Buradan da x bərabərdir 5-də 2 alırıq. 5-də 2 də 0,4. Deməli, A-nın x-ini bilirik. X bərabərdir 0,4. Y də bərabər olacaq. A, Y2 düz xətt üzərindədir və Y1 düz xətt üzərində kəsmə nöqtəsidir deyə fərq etməz. Elə birincidən də tapa bilərik. 2 vurulsun 0,4 olacaq 0,8. Deməli, A-nın koordinatlarını tapdıq. A-nın koordinatları 0,4 və 0,8 oldu. Buradan artıq A və B nöqtələrindən keçən düz xəttlərin, daha doğrusu AB parçasını tapa bilərik. A və B-nin koordinatlarını bilirik, parçanın uzunluğunu hesablayaq. AB parçası bərabərdir kök altda. B-nin koordinatlarından A-nın koordinatlarını çıxaq. 1 çıxılsın 0,4-ün kvadratı üstə gəlinsin 1 çıxılsın 0,8-in kvadratı. Kök altda bərabərdir. 0,6-nın kvadratı üstə gəlinsin 0,2-nin kvadratı. Kök altda alırıq. Deməli, 0,36 üstə gəlinsin 0,4. Bu da bizə verəcəkdir 0,4. Kök altda 0,4. Deməli, AB parçasının uzunluğu kök altda 0,4 olur.